Bismillahirrahmanirrahim. Hər bir kəsi Allahın salamı ilə salamlayırıq. Və bu yaşadığımız Ramazan ayının hər bir kəs üçün xeyirli və bərəkətli olmağını diləyirik. Bu günləri sizlər üçün orucun mahiyyətindən danışmağa çalışacağıq. Quran-ı Kərimdə Allah Teala Bəqərə surəsinin 183-cü ayəsində mahiyyətindən söz açır. Allah Teala həmin ayədə buyurur: Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum la'allakum tettaqun. Ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə oruc vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız. Orucun əsas mahiyyəti insanların təqvalı olmağıdır. Təqva anlayışı bir qədər ümumi anlayışdır. İmam Rıza əleyhissalam bir hədisdə orucun mahiyyətini daha dərin şəkildə anlatmağa çalışır və o hədisi diqqətinizə çatdırmağa çalışacağıq. Həzrət buyurur ki, oruc odur ki, insanlar aclıq və susuzluq ağrısını hiss edib, ahirətə olan ehtiyaclarını dərk etsinlər. Oruc tutan aclıq və susuzluğun təsiri altında müti, itaətkar və tabi olaraq Allahın rəhmətini qazanmağa çalışır, agahlıq və səbir sahibi olur və belə olan halda Allah həmin oruca savab verir. İmamın bu dedikləri orucun mahiyyətini bir qədər dərin şəkildə bizlərə çatdırır. İlk dediyi kəlmə orucun ağrısı, acısı, susuzluğun və ac qalmağın ağrısı insanlara qiyaməti xatırladır. İnsanlar ki, qiyamətdə, axirətdə ehtiyaclı olacaqlar. Nəyə ehtiyaclı olacaqlar? Yaxşı əməllərin çoxluğuna ehtiyaclı olacaqlar. Və Quran-ı Kərimdə hətta bəzi insanlar üçün Allah Teala buyurur ki, bir dəstə olacaq ki, möhlət istəyəcəklər ki, yer üzünə qaydaq, yaxşı əməllər görək, yenidən bu aləmə qaydaq. Və oruc ibadətinin xüsusiyyətlərindən, əsas mahiyyətlərindən biri budur ki, həmin səhnəni görmədən, həmin səhnənin acısını, ağrısını bizlərə xatırladır və bizləri vadar eləyir ki, o səhnəyə hazır olaq. Digər ikinci mərhələsi itayət məsələsidir ki, oruc tutmaq vasitəsilə insan itayətkar olur və eyni zamanda mədənin ac qalmağının bir çox alimlərin dediyinə görə az qalan mədədə insan daha çox düşünməyə, təfəkkür eləməyə, öyrənməyə səbəb ola bilər və İmam Rıza əleyhissalamın dediyi kimi agahlıq xüsusiyyəti də insanın ağlı ilə, təfəkkürü ilə, düşüncəsi ilə bağlı olduğuna görə az qalmağa insanın agahlığını da artıra bilir və eyni zamanda səbirli olmağa da səbəb ola bilir. Bəzən olur insanlarda görürük ki, oruc tutduğu zaman əksinə olur. Daha da səbirsizləşirlər. Xüsusən iftara yaxın zaman çərçivəsində bir neçə dəqiqə qalmış ərəfələrdə insanların daha çox səbirsiz olduğunu görürük. Bu əslində orucun əsas mahiyyətinin ziddinə olan bir şeydir. Çünki başqa bir hədisdə buyurulur ki, oruc tutmaq sizlərə ona görə vacib edildi ki, səbirli olasınız. Təbii ki, mahiyyət etibarilə bir çox hədislər qeyd olunur. Həmin hədislərdən də biri, səbəblərdən də biri hədislərdə səbr etməkdir, səbirlə bağlı qeyd olunur. İnsanlar oruc tutarkən səbir etmirsə, bilsinlər ki, orucun əsas mahiyyətinin ziddinə olan bir şeydir. Həqiqi orucun əsas mahiyyəti insanları səbirli olmağa şövq etməkdir. Və belə olan halda imam buyurur ki, tutduğu orucdan insan savab əldə etmiş olar. İmam hədisin ardında buyurur, bundan əlavə oruc tutmaq insanların dünya həyatında şəhvətindən uzaqlaşdırır və çəkindirir, insanlara öyüd, nəsihət və moizə edir, onları ilahi vəzifələri yerinə yetirmək yolunda ram edib və təlimləndirir, axirətdə də doğru yola yönləndirir və maddi çətinlik çəkən insanların halından xəbərdar eləyir. Bununla da insan boynuna düşən maddi haqları yerinə yetirməyə çalışır. İmam Rıza əleyhissalam hədisin bu hissəsində bizlərə açıqlama verir ki, oruc insanı düz yolda ram edir. Yəni, orucun bir mahiyyəti də insanları nizam və intizamı öyrətməyidir. Müəyyən bir vaxt çərçivəsində ki, insanlar yeməkdən və içməkdən uzaq durur, hansı ki, həmin yemək, içmək
günün başqa saatlarında, başqa aylarda halaldır, həmin saatlarda isə haramdır, icazə yoxdur. Bu əslində insana nizam-intizama sövq elətdirir. İnsan nizam-intizamlı olmazsa, təbiidir ki, tutduğu yolda da sabit olmasın. Eyni zamanda Ramazan ayının orucu insanları sabitliyi öyrədir. Sabitlik olmadan insan heç bir məqsədə çata bilməz. Çünki bugün gördüyü işi sabah yerinə yetirməyib başqa məqsədə doğru addım atacaq. İlahi vəzifələrdə də sabit olmağımız üçün oruç tutmaqdan da dərs çıxarda bilərik və hədisin ardında imam buyurur ki, insanların maddi sıxıntısı olan insanların halından insan xəbərdar olar. Eyni zamanda oruç vasitəsilə insanların qəlbində rəhmət və mərhəmət yaranır. Ac qalmaqla, susuz qalmaqla ehtiyaclı insanların halından xəbərdar olandan sonra insanların qəlbində bu hiss yaranır və bu hiss də insanlara yardım eləyir ki, öz mallarının sədəqəsini, zəkatını verib haqqını ödəmiş olsunlar. Orucun əsas mahiyyətlərindən bir neçəsini bu hədisdə diqqətinizə çatdırdıq. Ümid eləyək ki, imamın bizlər üçün hədislərdə qeyd elədiyi məsələlərin hər birini riayət eləməyə çalışarıq və bu ayın həqiqi oruç tutanlarından olarıq. Bu ayı bir daha hər bir kəs üçün mübarək olmağını Allahdan diləyirik.